Salam, hər vaxtınız xeyir olsun. Bugün sizlərlə birlikdə üslub cərəyanları haqqında danışaq. Əvvəlcə başlayaq romantizm üslubunda. Romantizm üslubu adından deyildiyi kimi romantik hisslər deməkdir. Romantizm 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində yaranmış üslub sayılırdı. Bu üslubda da adından deyildiyi kimi insan gücü, insanın hissləri, xəyal gücünü, azadlıq istəyini, təbiətin möhtəşəmliyini göstərməkdir. Romantizm rəssamları hər şey olduğu kimi deyil, insan duyğular, yəni insan hisslərini təqdim etməyə çalışan üslubdur. Bu dörd sözü açar söz kimi yadda saxlaya bilərik. Məsələn, hiss, təbiət, azadlıq və xəyal. Yəni biz hisslərimizi əsərlər vasitəsilə azad şəkildə bütün hisslərimizi göstərə bilərik. Hiss, təbiət, azadlıq və xəyal buna aiddir. Deməli, romantik üslubda işləyən rəssamın əsərlərinə nə görmək mümkündür? Güclü emosiyalar, fırtınalı dənizlər, dağlar, meşələr, qəhrəman insanlar, tarixi və əfsanəvi mövzular, dramatik işıq, kölgə. Təsəvvür edək ki, iki dənə rəssam dağ mənzərəsi çəkir. Birinci rəssam dağı olduğu kimi, yəni realizm üslubunda çəkir. Ancaq romantik üslubda işləyən rəssam isə çəkdiyi dağ təsvirində insanda yaratdığı hissləri, qorxunu, ümidi, tənhalığı təsvir etmişdir. Və romantik üslubda da bəzən həyatda yox, kitablarda olan dedikdə nə başa düşülür? Məsələn, kitabda olan təsvirlər əfsanəvi obrazlar, su pərisidir, əjdahadır. Məsələn, su pərisi həyatda yoxdur, amma nağıllarda var. Yəni, həyatda yox, ancaq kitablarda bəhs olunan dedikdə bu nəzərdə tutulur. Məsələn, əjdaha həyatda yoxdur, amma əfsanələrdə var. Əfsanəvi qəhrəmanlar tarixdə olmaya bilər, amma dastan və kitablarda mövcuddur. Yəni, romantik üslubda çəkilən əsərlər dedikdə bu nəzərdə tutulur. Məsələn, suallardan birinə baxaraq, romantizm üslubunun əsas xüsusiyyəti hansıdır? Əşyaları və hadisələri olduğu kimi deyilsə realizmdir. İnsan hisslərini, xəyal gücünü, hisslərdən söhbət gedirsə, romantizm üslubunda olacaq, yəni B variantı. Nə üçün romantizm klassizmə zidd bir cərəyan hesab olunurdu? Çünki klassizmdə müəyyən qayda istifadə olunurdu. Ancaq romantizmdə isə insanlar öz hisslərini, duyğularını azad şəkildə göstərə bilərdi. Buna görə də romantizm klassizmə zidd bir cərəyan hesab olunur. İndi isə klassizmə baxaq. Klassizm nədir? 17-ci, 19-cu əsrdə Qərbi Avropa, yəni Fransada inkişaf etmiş üslub sayılırdı. Bu üslub isə antik dövr, yəni qədim Yunanistan və qədim Roma mədəniyyəti incəsənətinə müraciət etmişdi. Səbəbi isə nədir? Antik incəsənətə ən yüksək nailiyyət hesab edirdi. Sırf buna görə də antik mədəniyyətin incəsənətinə örnək götürməyə çalışırdı. Məsələn, 17-ci əsrdə Fransada yaşayan bir rəssam belə düşünürdü. Məndən əvvəl elə bir dövr olub ki, orada çox gözəl məbədlər tikilir, sütunlar, heykəllər, qəhrəmanlıq mövzuları yaradılmışdı. Deyir, mən də həmin gözəlliyi öz əsərlərimdə yaşatmaq istəyirəm. Yəni, öz əsərlərində antik dövrdə olan sütunları, məbədləri, incəsənəti öz üslubunda da, öz əsərlərində təqdim etmək istəyirdi. Buna görə də klassik rəssamlarının çoxu Fransız, İtalyan və başqa Qərbi Avropa ölkələrindən idi. Amma çəkdikləri mövzular çox vaxt qədim Roma qəhrəmanları, Yunan mifologiyası, antik memarlıq olurdu. Niyə antik dövrü ən yüksək nailiyyət hesab edirdilər? Çünki onlara görə antik dövrdə yaradılan əsərlər nizamlı, simmetrik, insan bədən quruluşu çox dəqiq təsvir olunardı. Sırf buna görə də antik dövrə müraciət etmişdilər. Ona görə belə düşünürdülər ki, ən gözəl sənət antik dövrdə yaradılmışdı. Biz də həmin sənəti nümunə götürməliyik. Klassizm Qərbi Avropada yaranmış bir üslubdur. Bu üslubun rəssamları qədim Yunan və qədim Roma antik incəsənətini ideal sənət nümunəsi kimi hesab etdikləri üçün öz əsərlərini onu təqlid etməyə və ondan ilham almağa çalışırdılar. Yəni, qısaca klassizm Qərbi Avropada yaranmışdı. Yəni, Fransada inkişaf etmişdi və onlar, klassik rəssamlar, antikliyi yüksək nailiyyət hesab etmişdilər və onları təqlid etməyə can atırdılar. Gələk ampir üslubuna. Ampir üslubu. Ampir klassizmin sonrakı inkişaf mərhələsi sayılır, yəni klassizmdən sonra gələn bir üslubdur. Əgər klassizm antik, Yunan və Roma sənətini nümunə götürürdüsə, ampir də bunu davam etdirmişdi. Yəni, klassizmdən sonra gəlmişdi. Amma daha təmtəraqlı və möhtəşəm formada. Niyə imperiya üslubu adlanırdı? Yəni, ampir üslubunun mənası niyə imperiya üslubu sayılırdı? Çünki bu üslub Napoleon Bonaparte'ın imperiyası dövründə Fransada yaranmışdı. Napoleon güclü dövlət yaratmaq istəyirdi və incəsənətdə də bunu gücü göstərmək istəyirdi. Ona görə də ampirdə əzəmət, möhtəşəmlik, hərbi güc və s. istifadə olunmuşdu.
Yəni ampir üslubunun mənası, imperiya deməsinin səbəbi Napoleon Bonapartın imperiyası dövründə yaranmışdı və klassizmin də sonrakı mərhələdə, yəni klassizmi davam etdirmişdi. Həmçinin burada da ampir üslubunda da möhtəşəmlik, zəriflik, dəbdəbəli onun səciyyəvi xüsusiyyətləri sayılardı. Gəldik neoklassizm. Neo yeni deməkdir. Klassizm nümunəvi deməkdir. Yəni 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində yaranmış incəsənət cərəyanı hesab olunurdu. Bu cərəyanın nümayəndələri antik dövrün, qədim Yunanistan və qədim Roma, bayaq dediyimiz kimi və intibah dövrünün incəsənət nailiyyətlərini yenidən nümunə götürmüşdülər. Onlar hesab edirdilər ki, bu iki dövrdə yaradılmış əsərlər gözəlliyi, harmoniyanı, mükəmməl insan fiqurunu ən yaxşı şəkildə əks etdirmişdi. Buna görə də həmin xüsusiyyətləri öz əsərlərində yenidən tətbiq etməyi istəyirdilər. Aydın plastik forma nə deməkdir? İncəsənətdə plastik insanın və ya əşyanın forma, həcmini ifadə edirdi. Yəni insanın və əşyaya həcm verərək onu ifadə edirdi. Aydın plastik forma dedikdə insan fiqurlarının dəqiq və aydın təsvir olunması, bədən quruluşunun həcmli və real görünməsi, formaların səliqəli və düzgün verilməsi, neoklassizm və antik intibah dövrünün incəsənət nailiyyətlərini yenidən örnək götürən, aydın və həcmli insan fiqurlarının üstünlük verən incəsənət cərəyanı hesab olunurdu. Yəni neoklassizm o deməkdir ki, orada insanların aydın plastik forma, yəni bədən quruluşunu aydın, həcmli təsvir edən bir cərəyan hesab olunurdu. Həmçinin də antik və intibah dövrünün də nailiyyətlərinə maraq oyadan cərəyan hesab olunmuşdu. Məsələn, Jacques Davidin Horaslerin Andəsəni diqqət etirsəniz, bu əsərdə klassizmin təməlini qoymuşdu. Çünki burada antik dövrə müraciət olunmuşdu. Ən arxa fonda verilən sütunlu, nizami yerləşdirilmiş sütunlarda antik dövrə müraciət olunduğunu görmək mümkündür. Deməli, impressionizm. İmpressionizm nədir? Rəssamın gördüyü mənzərəni olduğu kimi xırdalıqlarına qədər köçürməsi yox. Yəni, rəssamın həmin an onda yaranan təəssüratı, hissi, görüntünün təəssüratını göstərməyə çalışdığı rəssamlıq cərəyanı hesab olunurdu. Yəni, impressionizm rəssamın gördüyü təəssüratlarını kətan üzərinə əks etdirməsi deməkdir. Məsələn, klassik rəssam bir ağacı çəkəndə onun yarpaqlarını, budaqlarını dəqiq göstərməyə çalışırdı. İmpressionist rəssam isə günəş işığının ağacın üzərinə necə düşdüyünü, havanın rəngini, həmin anın gözəlliyini göstərərdi. Ona görə də əsərlər detallar bəzən tam aydın görünmür, amma ümumi görüntü və hiss güclü olardı. İmpressionist rəssamlar əşyanı bildikləri kimi deyil, həmin anda gördüklərinin aldığı təəssüratları çəkməyə başlayardı. Deməli, impressionizmin yaranma səbəbi o idi ki, rəssamlar əvvəlcə akademik, qaydalardan uzaqlaşmaq istəyirdilər. Təbiətin və həyatın dəyişən anlarını, yəni açıq hava şəraitini göstərmək istəyirdi. Fotoqrafiyanın yaranması da rəssamları yeni ifadə yolları axtarmağa sövq etmişdi. İmpressionizmdə günəş işığı və rəng əsas rol oynayırdı. Rəssamlar çox vaxt açıq havada işləyirdilər, yəni plenerdə. Fırça izləri gizlədilmirdi, əksinə görünürdü. Rənglər qarışdırılmadan kətanda birbaşa yaxmaqla işlənilirdi. Gəldik akademizm. Rəssamlıq akademiyalarında formalaşmış sənət sistemi və qaydaları toplusu sayılır, yəni sistemlərin, istiqamətlərin qaydalar toplusu sayılırdı. Akademizmə görə ən mükəmməl sənət nümunələri qədim Yunan, Roma, yəni antik dövr. Burada da qabağımıza çıxır antik dövr və intibah incəsənətində idi. Buna görə akademik rəssamlar bu dövrlərin gözəllik anlayışını, kompozisiya quruluşunu və təsvir qaydalarını əsas götürmüşdülər. Akademizmdə əsas tələblər nə idi? Düzgün anatomiya, insan bədəninin ideal təsviri, perspektiv və kompozisiyanın düzgün qurulması, harmoniya, tarazlıq, səliqə, hamar və s. Burada tarixi, mifoloji və dini mövzulara üstünlük verilirdi. İmpressionizm akademik rəngçalıqdan fərqlənməsinin səbəbi nədir? Burada impressionistlər düşünürdülər ki, sənət yalnız ideal və əvvəlcədən qəbul olunmuş qaydalarla deyil, onlar istəyirdilər ki, rəssamlar insanın həmin an gördüyü və hiss etdiyi görüntünü versin. Daha sonra plenerə gəldik. Plener rəssamın açıq havada, təbiətin içində işlənməsi deməkdir. Yəni, impressionistlər plenerdən istifadə edirdi. Yəni, rəssamın əsəri emalatxanada, otaqda yox, birbaşa gördüyü yerdə çəkirdi, yəni təbiətdə. Məsələn, parkda ağacları çəkmək, dəniz kənarında mənzərə yaratmaq, günəş işığının dəyişməsini müşahidə etmək, rəsm çəkmək. İmpressionist rəssamlar plenerə çox üstünlük vermişlər. Çünki onların əsas məqsədi təbiətdəki işığın, rəngin və havanın həmin anda insanda yaratdığı təəssüratı görməyi istəyirdilər. Gəldik postimpressionizm.
Fransada yaranmış impressionizmdən sonra yaranan cəryan deməkdir. Post sözü sonra deməkdir. Yəni postimpressionizm, impressionizmdən sonra yaranan sənət, cəryan deməkdir. Postimpression rəssamlar hər şey olduğu kimi yox, nə də impressionistlər kimi anlıq işıq və təəssüratı göstərmişdilər. Yəni onlar əşyanın və hadisənin daxili mənasını göstərmək, təbiətin və həyatın daha dərin, uzunmüddətli xüsusiyyətlərini, öz hisslərini və düşüncələrini əks etdirmək istəyirdilər. Realist rəssam ağacı necə görürsə elə çəkirdi. İmpressionist rəssam ağacın üzərinə düşən işığı, həmindən aldığı təəssüratı təsvir edirdi. Ancaq postimpression rəssamı isə ağacın formasını, quruluşunu, öz hisslərini və ifadəsini ön plana çıxara bilərdi. Yəni öz hisslərini, duyğularını əks etdirmişdi. Cümlədəki dekorativ üslubiyyətin müraciət olunurdu sözünü belə demək olar. Orada bəzən rəngləri, xətləri və formaları gözəllik və ifadə yaratmaq üçün daha sərbəst istifadə olunurdu. Qısa da yadda saxlamaq üçün belə deyə bilərik. Postimpressionizm impressionizmin rəng və işıq marağını davam etdirmişdi. Ancaq bunu fərqləndirən cəhət nədir? Ona şəxsi hiss, dərin, məna və ifadəli əlavə etmişdi. Uzunmüddətli vəziyyətin dedikdə isə postimpressionistlərin ani və keçici görüntünü yox, obyektin əsas, sabit xüsusiyyətlərini göstərməsi nəzərdə tutulmuşdu. Gəldi impasto. İmpasto texnikası rəssamın boyanın kətanının üzərinə qalın qatlarda çəkməsi üslubu, yəni mastığın, bıçağın qoyduğu qalın iz vasitəsi sayılırdı. Bu texnikada boya o qədər qalın vurulurdu ki, fırçanın və ya spatulanın izlərini görünürdü. Səthdə qabarmalar yaranmışdı və bu rəsmdə həcm vermək məqsədi daşıyırdı. İmpasto rəsmə hərəkət, canlılıq və ifadəlik vermişdi. Daha sonra isə simvolizm. Bu cəryanın xarici görünüşü olduğu kimi təsvir etməkdən çox, fikirləri, hissləri və gizli mənaları simvollar vasitəsilə ifadə etməyə çalışırdı. Simvolist rəssamlar düşünürdülər ki, görünən aləmin arxasında görünməyən, yəni mənaları, duyğuları, ideyaları simvollar vasitəsilə əsas məqsəd göstərməkdir. Əsas xüsusiyyətləri simvolların istifadə edərək, məsələn, gül, gecə, ay, su və s. müəyyən fikir ifadə edə bilər. Simvolist rəssamlar əsərlərində hər şeyi açıq və birbaşa göstərmirdilər. Onlar sirli, anlaşılması tam asan olmayan obrazlardan və işarələrdən, yəni simvollardan istifadə edirdilər. Daha sonra primitivizm. Primitivizm 20-ci əsrin əvvəllərində yaranmış bədii cəryandır. Bu cəryanın mürəkkəb, akademik qaydalardan uzaqlaşaraq, yəni mürəkkəb yox, sadə, təbii və ilkin ifadə formalarına müraciət etməsi deməkdir. Primitiv söz ibtidai, ilkin, sadə deməkdir. Yəni primitiv rəssamlar xalq sənətinin uşaq rəsmlərindən, qədim və ibtidai xalqların incəsənətindən ilham almışdılar. Əsas xüsusiyyətləri nələrdir? Sadələşdirilmiş formalar, perspektivin akademik qaydaların pozulması, parlaq təmiz rənglər, sadə ifadəli obrazlar, qədim sənətə maraq, yəni mürəkkəb deyil, sadə, uşaq rəsmlərindən ibarət cəryan hesab olunurdu. Daha sonra modern. Modern müasir, yeni deməkdir. 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlində yaranmışdı. Əsas xüsusiyyətləri rəng və xətt sadələşdirilir, realizm kimi detallı çəkilmirdi. Əsas forma və rəng qalırdı. Dərinlik effekti yoxdur. Təsvirlər səthi sanki divar yapışdırılmış aplikasiyası kimi, kağız kimi görünürdü. Dekorativlik ön plandadır. Kompozisiya rəngi və xəttlərin ritminə görə qurulmuşdu. Təbiət stilizə olunur, ağac, insan, ev olduğu kimi çəkilmirdi. Fovizm fransız dilində vəhşi deməkdir, yəni boyalardan maksimal güclü istifadə edilməsi deməkdir. Rəssamların əsərlərində istifadə etdiyi çox parlaq və sərbəst rənglərə görə verilmişdir. Foviz rəssamlar təbiətin və əşyaların rəngini olduğu kimi köçürməkdən imtina edərək öz hisslərini ifadə etmək üçün sərbəst, güclü, təmiz rənglərdən istifadə etmişdilər. Rəssam hər xırda detalı çəkmirdi, əşyaları və məkanı sadə, böyük formalarda göstərir, yəni ümumiləşdirir. Yəni heç bir əşyanı, materialı, hamısını xırda yox, əksinə ümumiləşdirərək təsvir etmişdi. Klassik rəssamlıqda əşyaların həcmini göstərmək üçün kölgə, işıq və perspektiv qaydalarından istifadə edilirdi. Fovistlər isə bunları əsas saymırdılar. Onlar həcmi və dərinliyi daha çox rənglə ifadə etmişlər. Yəni fovistlər işıq kölgədən və xətti perspektivdən imtina edib formanı sadələşdirməyi seçmişdilər.